Hər vaxtınız xeyir olsun. Deməli, bugün Time sınaq toplusundan insan bölməsinə aid olan sınaq 1-in izahını verəcəm. Deməli, kanalımıza ümumilikdə abunə oluruq və digər bölmələrin də izahını sizlərə təqdim edəcəm. Başlayırıq birinci sualdan. Birinci sualda bizə nə deyir? Aşağı və yuxarı ətrafların qıcı olmaları hansı xəstəliyin əlaməti sayıla bilər? 8-ci sinif dərsliyində də verilib. Bu, deyəcəksiniz ki, vəba xəstəliyinin əlaməti sayılmış olur ki, cavabımız olacaq burada B variantı. Deməli, Funkun ikinci sualda deyir, elmə gətirdiyi terminin latın dilindən tərcüməsi həm də hansı terminin tərkib hissəsidir? Deyəcəksiniz ki, Funk ilk dəfə olaraq vitamin terminini elmə gətirir və vita sözünün mənası da həyat deməkdir. Bu da hansı termininin biosfer, yəni bios həyat deməkdir. Ona görə biosferin hissəsinə tərkibinə daxildir, olacaq A variantı. Üçüncü sual. Bizə deyir, üçüncü sualda qalxana bənzər və qalxana bənzər ətraf vəzi üçün ortaq xüsusiyyət sayıla bilməz. Məlum məsələdir ki, bu iki dənə vəzi heç bir boşluqda yerləşmir və bir-birinə əks olan prosesləri yerinə yetirmiş olurlar. Biri deyəcəksiniz ki, qandan sümüyə keçməni, yəni kalsiumun qandan sümüyə keçməsini, biri isə deyəcəksiniz ki, sümükdən qana keçməni təminləmiş olur. İndi baxırıq ki, bir də ortaq xüsusiyyət sayıla bilməz deyir. A variantı deyir ki, kalsium və fosforun mübadiləsini həyata keçirirlər, hər ikisi üçündür bu. Sümüklərə təsir edir hər ikisi. Boynun ön tərəfində yerləşməsi, bəli, hər ikisi yerləşir. Dedim ki, heç bir boşluqda rast gəlinmir. Xüsusi axacıqlara malik olmamaq, bəli. Amma kalsiumun qandan sümüklərə keçməsini təmin edir. Bu olacaq qalxana bənzərə. Ona görə hər ikisi üçün ortaq xüsusiyyət ola bilməz Y variantı. Dördüncü sualda baxırıq. Qanın belə bir funksiyası yoxdur. Məlum məsələdir. İfrazat var, tənəffüs var, müdafiə var, tənzimləyici var. Amma qan yaratma kimi belə funksiyası olmadığına görə cavab olacaq B variantı. 5-ci sualda qanda karbon qazının miqdarı ilə tənəffüs hərəkətləri arasında asılı qrafiki soruşur bizdən. Baxırsınız ki, buradan karbon qazının miqdarı artdıqca, deməli, orqanizmdə tənəffüs hərəkətlərinə daha çox ehtiyac duyulur. Çünki karbon qazının miqdarı artdıqca tənəffüs hərəkətləri sürətləndiyi üçün ona görə A variantı bu qrafikə əsaslanmır. B yox, C yox, D yox. Baxın, müəyyən miqdara qədər artır. Artma prosesi sadəcə Y variantı görə bilirsiniz. Bu da artıq get-gedə sabitləşməyə doğru gedir. Yəni artma prosesi sadəcə Y variantıdır. Gəldi 6-cı suala. Sual işarəsinin yerinə yazıla bilər. D vitaminindən K vitaminin ortaq xüsusiyyətini soruşur bizdən. Orqanizm üçün deyir, orqanizm tərəfindən sintez oluna bilər. Orqanizm tərəfindən sintez oluna bilər, bəli. Bu hər ikisi üçün aid ola bilər. Bir götürə bilər. Yağda həll olan vitamindir, bəli, hər ikisi. Sonra deyəcəksiniz ki, üçüncüyə baxırıq. Üçüncüdə deyir ki, bitki mənşəli qidalarda daha çoxdur. Bəli, bitki mənşəli qidalarda deyəsiniz daha çox, məsələn, D vitamini bitki mənşəli qidalarda daha çoxdur deyə bilmirik. Ona görə 3 ortaq kimi funksiyaya aid deyil. Qanın laxtalanmasında iştirak edir. Bu K vitamininə aiddir. Qaraciyərdə ehtiyat halında saxlanılır. Bu olacaq, bəli. Hər ikisi ehtiyat halında saxlanmış olur. Ona görə 1, 2, 5 cavab olar A variantı. 7-ci sual. Tənəffüs sistemi orqanlarının neçəsinin sayı bir cütdür? Burada olacaq nəfəs borusu xeyr, ağciyər bəli, bronx bəli, qırtlaq xeyr, səs teli bəli, 3 dənəsini deməli. Cavab olacaq C variantı. 8-ci suala baxırıq. 8-ci sualda deyir, reflekslərin xarici tormozlanmasına aid nə deyir? Aid olmayanı soruşur. Aid olmayan bəndi seçin. Həm şərti, həm də şərtsiz reflekslərini tormozlaya bilər. Bəli, bu xarici tormozlanma hər ikisini tormozlaya bilər. Gəldi B variantı. Səmt refleksi yaratmaqla şərti qida refleksini, həm şərtli qida refleksi, həm də şərtsiz qida refleksi xarici tormozlanmadır müəllimlər. Ona görə B ilə C də getdi. Gəlirik D variantında
Deyir ki, beyin qabığı və qabığı ilə mərkəzi sinir sisteminin aşağı şöbələrində əmələ gələ bilər. Bəli, bu da doğrudur. Amma Y variantına diqqət edirsiniz. İşığa deyir, qarşı yaradılmış şərti reflekslərin qida ilə möhkəmləndirilməməsi xarici tormozlanmaya səbəb olur. Xarici yox, daxili tormozlanmadır bu. Daxili tormozlamaya aid olmuş olar. Cavab olacaq Y variantı. 9-cu suala diqqət edirik. Oynağın bükücü və açıcı əzələləri eyni zamanda boşalmış vəziyyətdə ola bilərmi? Bəli, insan məsələn şaquli vəziyyət alarsa, yəni əlləri ümumilikdə deməli nə edir? Boş üzü aşağı vəziyyətdə olarsa, qolu deyərsiniz ki, bu boşalmış vəziyyətdə olacaq. Yəni ona görə də məsələn ola bilməzlər burada verilib. Bunlar aid deyil. Ola bilməzləri çıxdaş elədir. Ola bilərlər B variantı məsələn deyir, o füqü yox, şaquli dedim. D variantına diqqətli ola bilər. Belə ki, bədən boyunca aşağı sallanmış, qolun əzələləri boşalmış vəziyyətdə olur. Bəli. Cavab olacaq D variantı. 10-cu sual. Körpücü sümüyü, yastı sümük yox, qarışıq. Ətrafların skeletinə aiddir. Bəli. Cavab olacaq B variantı. 11. Ürəkdə hansı toxuma qrupu və ya qruplarına rast gəlmək? Bütün toxuma qruplarına ürəkdə rast gəlmək olur müəllimlər. Ona görə də olacaq birləşdirici sinir epitel əzələ toxuması. Cavab olar D variantı. 12-ci sual. Yumurta hüceyrənin əmələ gəldiyi və tam yetişdiyi. Əmələ gəlir yumurtalıqda, tam yetişir deyəsiniz uşaqlıq borusunda. Və yaxud da yumurta borusu deyə bilərsiniz. Cavab olacaq elə A variantı. 13-cü sual diqqət edirsiniz. İnsanın sinir sistemi haqqında verilən ifadələrdən hansı yanlışdır? 6-cı zırıq yanlış soruşur bizdən. A variantı. İnsanın sinir sistemi 4 növ orqan ayırt edilir. Bəli. Sinir sistemi orqanlarından insan orqanizmində sayı ən çox olan sinirlərdir. Bəli. Sinir toxumasının 2 növü var. Xeyr. Yəni yeganə toxuma qrupu ki, onun deməli dedik ki, bir növü məlumdur. Ona görə cavab olacaq deməli yanlış dediyi üçün C variantı. 14-cü sual. Reseptorlar haqqında hansı fikir doğru deyil? Xarici qızıqları sinir impulslarına çevirir. Bəli, bu doğrudur. Reseptorların qızığı qəbul etməsinin əsasını zulalların denaturasiyasının təşkil edir. Bəli. Reseptor hüceyrə təkamülündə ancaq müəyyən qızıqları qəbul etməyə uyğunlaşmır. Bəli, çünki müəyyən bir hüceyrə reseptor nə edir? Deməli, reseptor hüceyrə təkamülü ancaq müəyyən qızığı qəbul eləmək üçün sadəcə uyğunlaşmışdır. Ona görə də bu da doğru fikirdir. Reseptorlar refleks qövsünün birinci, analizatorların ikinci, xeyr, elə analizatorun da birinci hissəsini təşkilləmiş olur. Ona görə cavab olacaq D variantı. 15-ci sual. Böyrəklərin işinin humoral yolla tənziminə aiddir. Bilirik ki, həm sinir, həm də humoral yolla tənzim var. İndi baxaq görək A variantı nə deyir? Onurğa beyninin bel şöbəsindən çıxan sinirlərin böyrəkləri innervasiya etməsi. Mənzum məsələn, deməli innervasiya etmə elə sinirə aiddir. Ona görə bu humoral yolla tənzimə aid deyil. Böyrəklərdən keçən qanın tərkibində karbon qazının miqdarının artması bu tənəffüslə bağlıdır. Beyin kötüyündən çıxan sinir impulslarının böyrəklərə ötürülməsi bu sinirdir. Böyrəklərdən keçən qanın tərkibində sidik cövhərinin miqdarının artması xeyr. Böyrəklərdən keçən qanın miqdarca artıb azalır. Bəli, miqdarca artıb azalır. Deməli bu humoral yolla tənzimə aiddir. Ona görə cavab olacaq Y variantı. Gəldim 16-cı sual. Hipofiz vəzi tərəfindən ifraz olunan, deməli deyir ki, antidiuretik hormonunun miqdarı böyrəklərdə yaranan sidiyin miqdarı arasında hansı asılılıq mövcuddur? Baxırsınız ki, bu hormonun miqdarı deməli nə edir? Artanda böyrəklərdə yaranan sidiyin miqdarına artıq nə edir? Əks təsirləmiş olur. Ona görə də bir-birindən tərs mütənasib olmuş olur. Tərs mütənasibdə hansı variantdadır? A variantındadır. Çünki niyə görə A variantını qeyd elədim burada? Məlum məsələdir ki, bu hormon, yəni hormon nə edir? Hansı bu? Böyrəkdə suyun geriyə sorulması, yəni adsorpsiya yerinə yetirmiş olur. Ona görə də artıq nə edir? Bu əks proses. Çatışmayanda da nə yaranacaq? Deyəcək ki, çatışmayanda da ümumiyyətlə deməli sidiyin miqdarı 20 litrə qədər hətta deyirsiniz artmağı qeyd eləmiş oluruq. Ona görə də cavab olacaq A variantı. O 7-ci suala baxırıq. Qalxana bənzər vəznin hiperfunksiyası. Baxın, hiper, yəni artma deyir. Hipo var, bir də hiper var. İndi bizə artmanı soruşur. Yarına xəstə edilən kimlərdə müşahidə olma ehtimalı daha çoxdur? Məlum məsələdir ki, qalxana bənzər vəznin əsas deyəsiniz ki,
bağlılıq sırf nə iləndir? Yod çatışmamazlığına əlaqədə olmuş olur. Yəni yod çatışmamazlığı deyəcəyiz ki, olanda artıq zob xəstəliyi yaratmış olur. Ona görə də baxırıq variantlara. A variantı deyir, ümumi sisteminin aşağı olması insanlarda bu xeyir. Suyunda yod çatışmazlığı olan yüksək dağ rayonlarının əhalisi arasında bəli, cavab olacaq deməli B variantı. Sonra gəlir neçənci suala? 18-ci sual. Osteomaliasiya və raxit xəstəlikləri üçün ümumi əlamətlər hansılardır? Baxırsınız ki, buradan yaşlı insanların xəstəlidir. Xeyr, bu raxit uşaqlardadır. Osteomaliasiya isə yaşlı insanlardadır. Bu demək ortaq xüsusiyyət sayıla bilməz. Bir getdi. D vitamini çatışmır. Bəli, bu hər ikisinə aiddir. Sümüklərin sonra gəlir sümüklərin deformasiyası baş verir. Bəli, sümüklərin deformasiyası hər ikisində ola bilər. Bu da ortaq xüsusiyyətdir. Uşaq xəstəliyidir. Bu raxidə aiddir. Xeyr. Sümük toxumasının ümumi yumşalması baş verir hər ikisində. Deməli 2, 3, bir də oldu 5 cavablar D variantı. 19-cu. Əgər insanda qan təzyiqi 140-ın 90 mm civə sütununa bərabərdirsə, o hansı xəstəlikdən əziyyət çəkir və onun nəbz təzyiqi neçəyə bərabərdir? Məlum məsələdir ki, hər ikisi minimum deyəndə 110, 70, 120 və 80 götürülür də bu formatda normal təzyiq. Amma bizdə 140, 90 verilibsə hər ikisi artmadır. Hər ikisi artmadırsa bu hipertoniyadır. Deməli, hipertoniya olan variantlara baxacaq. B getdi, D getdi. Nəbz təzyiqini də tapanda maksimumdan minimum çıxırıq təzyiq. 140-dan çıxırıq 90-ı, 140 çıxılsın 90, o da eləyir nəbz təzyiqi 50. Hipertoniya 50, cavablar A variantı. 20-ci suala baxırıq. İnsan dərindən nəfəs aldıqda tənəffüs havası ilə bərabər əlavə hava da qəbul edir. Deməli, tənəffüs hava deyəndə, yəni dəyişən hava 500-dür. Əlavə də hava 1500. Üzərinə gəldim 1500. Bu elədi nə qədər? 2000. İndi bizə nəyə sorur? Buna əsasən dərindən nəfəs alarkən daxil olan havanın miqdarı elə ikisinin cəmini soruşur. 2000 olacaq. Cavab olacaq C variantı. 21-ci suala baxırıq. Natrium xloridin kiçik qatlığı olan sınaq şüşəsində eritrositlər özünü necə aparar? Deməli, kiçik qatlıq varsa, məlum məsələdir ki, plazmada qatlıq daha yüksəkdir. Buralar da bir-birinə əks proses olduğuna görə, yəni birinin qatlığı az, birinin çox olduğuna görə artıq eritrositlər deməli nə edəcək? Deməli suyun sorulması daha özünə çəkmiş olacaq ki, suyun sorulması da daha özünə çəkdiyinə görə burada qatlıq bir-birinə, burada kiçik, orada böyük olduğuna görə deməli eritrosit başlayacaq nə etməyə? Şişməyə. Və suyu da özünə daha çox qəbul edən şişdi və qlaf nə edəcək? Başlayacaq partlamağa. Cavab olacaq onda B variantı. Gəldi 22-ci sual. Sual içərisində yerinə yazıla bilər. Baş beyin və onurğa beyinin ortaq xüsusiyyətini soruşur bizdən. 4 şöbədən ibarətdir. Xeyr. Reflektor və nəql edici funksiya daşıyır. Bəli, hər ikisi. Həm reflektor, həm də nəql edici funksiya daşıyır. Cavab, deməli, ikini götürə bilərik. Simpatik sinirlər çıxır. Xeyr. 3 növ sinir çıxır. Xeyr, 3 növ sinir çıxan bu baş beyinə aiddir. Onurğa beyindən yalnız qarışıq sinir çıxır. Parasimpatik sinirlər çıxır. Bəli. Hər ikisindən götürə bilərik. Olacaq 2-5 cavablar C variantı. Maddələr mübadiləsini tənzimləyən baş beyinin hissəsi, maddələr mübadiləsini tənzimləyən baş beyin hissəsi həm də deyəcəksiniz ki, müəllimlər, nəyi tənzimləmiş olur? Emosiyaları tənzimləyir. Dedik ki, emosiyaları tənzimləyir. Bu da hansı beynin funksiyasına aiddir? Ara beynin funksiyasına aid olmuş olur ki, ona cavablar A variantı. Növbəti suala keçid eləyək. Deməli, növbəti sualımız. Baxaq. Deməli, bu PDF-də 23-cü suala qədər verilib. Digər deməli, suallar düşmədiyinə görə mən indi yeni PDF yeni PDF açım, oradan izah verəcəm. Bu 23-cü suala qədər olan izahlardır. Deməli, bunun ardın növbəti dəfə deməli yükləyəcəm YouTube kanalına. Oradan izləyə bilərsiniz. 23-cü suala qədər izahını verdim.